Bürçlərin 13 dekabra ən düz proqnozu. Qoç, bugün təşəbbüskarlığınız yüksəlir. İşdə bir qərar sürətlə həll oluna bilər. Emosional addımları ağılla yığın. Buğa, maliyyə mövzularında ehtiyatlı olun, amma uzun müddətli plan üçün yaxşı ideyalar yaranır. Özünüzə vaxt verin, vədlərə tələsik inanmayın. Əkizlər, ünsiyyət uğurludur. Mesaj, zəng və ya təqdimat diqqət çəkə bilər. Hisslərinizi açıq ifadə etmək münasibətləri düzəldə bilər. Xərçəng, ev və ailə prioritetdir. Kiçik anlaşılmazlıqlardan sülh yaradır. İç dünyanızı dinləsəniz yaradıcılıq axını gələcək. Şir, liderliyiniz görünür. İctimai işlərdə və ya komandada önə çıxın. Qürurla yanaşı hörmət də saxlayın. Qız, təfərrüatlara fokuslanmaq faydalıdır. Sənədlər və ya sağlamlıqla bağlı kiçik yoxlamalar üçün yaxşı gündür. Planlaşdırma uğur gətirəcək. Tərəzi, münasibətlərdə harmoniya önə çıxır. Kompromis sizə üstünlük verəcək. Estetik və sosial dəvətlərə açıq olun. Əqrəb, dərin düşüncələr və transformasiya vaxtıdır. Cicili məlumatlar işə yaraya bilər. Hərəkətlərdə ağıllı strategiya istifadə edin. Ox atan, yeni imkanlar, qısa səfər və ya öyrənmə arzusu yaranır. Risk götürməzdən əvvəl məlumat toplayın. Oğlaq, iş və məsuliyyət mövzularında məhsuldar gün. Sədaqətiniz qiymətləndirilir. Ev, iş balansına diqqət yetirin. Dolça, ideyalar və şəbəkə əlaqələri sizi irəli aparır. Qeyri-ənənəvi həllər işə yaraya bilər. Dostlarla fikir mübadiləsi faydalıdır. Balıq, empatiya və intuisiya güclüdür. Yaradıcı layihələr üçün ilham var. Hisslərinizi ifadə edin, amma qərar verəndə reallığı da nəzərə alın.